Salam dostlar, siz de TikTok'ta takipçi sayınızı güvenle yükseltmek istəyirsinizsə, bugün sizə çox gözəl bir metod var, paylaşmaq istəyirəm. Sadəcə 5 dəqiqədə heç bir panel olmadan gerçək takipçiləri siz də hesabınıza göndərə bilərsiniz. Yəni bot takipçilər olmayacaq. Bir çoxunun paylaşımları olacaq, bir çoxu gerçək hesablar olacaq. TikTok takipçi hiləsinin necə dediyini addım-addım sizlərə göstərəcəm. Sadəcə videonu sona qədər izləmənizi xahiş edirəm. Eyni zamanda sizə hədiyyəm var. Bu videonu bəyənib kanala abunə olub istifadəçi adınızı, yəni TikTok istifadəçi adınızı yorumlara yazsanız sizlərə 5000 takipçi hədiyyə eləyəcəm. Bu şəkildə siz də test edə bilərsiniz. Yorumlara yazın, kanala abunə olun və videonu da bəyənin. İndi isə sürətli bir şəkildə addımlara keçirəm. Videonu sona qədər izləyin. Dostlar, ilk öncə sol tərəfdə hesabımı görürsünüz. TikTok hesabınıza daxil olursunuz. TikTok hesabınıza daxil olduqdan sonra, baxın sağ tərəfdə 3 xətt var. Bura daxil olursunuz. Yəni məxfilik bölümünə daxil olacaqsınız. Məxfilik bölümünə daxil olduqdan sonra buradakı buton boz rəngdə olmalıdır. Yəni hesabınız hər kəsə açıq olmalıdır. Gizli hesablara təəssüf ki, göndərim edilmir. Bilginiz olsun. Sonra gəlib deyirsiniz ki, takipçi gəlmədi, takipçi göndərə bilmədim. Sadəcə hesabınızı gizlən açırsınız. Heç kimə ağız açmadan özünüz takipçi sayınızı güvənlə yüksəldə bilərsiniz. Sonra dostlar istifadəçi adınızı kopyalayırsınız. Geri qayıdırsınız. Profil şəklinizin altında görürsünüz sizin istifadəçi adınız var. Ət işarəsindən olan istifadəçi adı. Kopyaladınız dostlar. Kopyaladıqdan sonra Google'a gəlirsiniz. Dostlar, burada diqqətli olun. Zəhmət olmasa saytı göstərən kimi sayta daxil olmayın. Sona kimi izləyin. TikTok takipçi hiləsi necədir? Öyrənin dostlar. Takipçi.com yazırsınız. B hərfindən, P hərfindən deyil. B hərfindən yazın ki, yanlış sayta yönlənməyəsiniz. Takipçi.com yazırsınız, yaşıl logolu saytdır. Bu sayta daxil olursunuz dostlar. Bura daxil olduqdan sonra ən aşağı hissəyə düşürsünüz. Bütün hilələr bölümü var. Baxın, yaşıl rəngdə. Bura daxil oldunuz. Buradan TikTok hilələrinə daxil olub, buradan da TikTok takipçi hiləsinə daxil olursunuz. İstifadəçi adımızı az öncə kopyalamışdıq. Bura yapışdırırıq, miqdarı seçirik. Azərbaycan serverini seçin ki, Azərbaycanlı takipçilər olsun. Göndər düyməsinə basaraq siz də takipçi sayınızı güvənlə sadəcə 5 dəqiqədə yüksəldə bilərsiniz.